xoş gördük hər kəsi. Axşamınız xeyir olsun. Mən ilk dəfə Rüfət Biznes Mərkəzinin təqdimatını keçəndə Rüfətə bir söz demişdim ki, Rüfət, hər zaman uğura inanmaq lazımdır və Rüfətin o uğuru bu uğurunun ilk addımı idi. Və bu gün də növbəti uğurun ilk addımını atdığı təbrik edirəm Rüfət. Anyway, every word I need to say still sits inside.